izləyicilər, bax bugün gözlədiyimiz məqam gəldi çatdı. Bizim Nüsrətəmizin qarşısında baş əyirik. Gəbər qardaşım, Allah sana böyle təbrik edirəm, gözün aydın. Gözün aydın, Allah körpənin sizlərdir, gözəl bir zəngavə bir olub. Allah sizə can sağlığı, həm də sənə də sağlamlığa qorxarsın. Bu ayağının başında bir olacaq. Sadiq'in yolunu devam ettirsin, canlı qəhrəmanımız olsun. Təbrik edirəm. Hansı işlər keçirsən, bax o bu gün. Minnətdaram. Həqiqətən də sevincimin belə deyim sənə hər bir qüruru yoxdur. Allah olmayanlara da qismət eləsin. Balada, Rafət bala, Yunus balamızın Allah gələn bu vaxtı o da kucağına övlad alsın. Övlad olsun. Allah payı olsun. Mən də bu oynamışam ki, övladı olan kimi inşallah mən də qurban elədim, əmi kimi qurbanlığım mən kəsəcəm onun. Bəli, gözəl. Allah hamıya bir nəvə qismət eləsin. İnşallah. Allah qismət eləsin. İnşallah. Gözəl ata, hansı işləri keçirsən? Bugün Sadiqimiz dünyaya gəlib, özdə qəhrəman Sadiq. Bir daha təbrik edirəm. Allah sənin kimi gözəl atanın həyətində gözəl günlər qismət etsin. Bir də gələk iştirak edək. Allah şəhidlərimizin ruhunu şad eləsin. Amin. Bugün bu rahat sərbəst azadlığımız şəhidlərə borcluyuq. Bax, həmən məqam, həmən an gəldi ki, bugün bizim Cəfər qardaşımızın övladı dünyaya gəlib, adı da Sadiq qardaşımızdır. Gedəyin ocaq. Allah şəhidlərimizə rəhmət, qalblərimizi tamam.